1 iyun 2025-ci il tarixində Virginia ştatının Fairfax şəhər meriyasının Veteranlar Amfiteatrı Azərbaycan mədəniyyət tədbirinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil edilən bu xüsusi konsert Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan icmasını bir araya gətirərək tarix, mədəniyyət və gələcək nəsillər arasında körpü qurdu. Tədbir Azərbaycan evinin təşkilatçılığı, Baku Delicious'ın sponsorluğu və Can Könüllülər proqramının fəal dəstəyi ilə həyata keçirildi. Konsert proqramı milli musiqi, rəqs, poeziya, üç renklidir bayrağımız, qalxan bayraq enən deyil. Mərd oğullar dar ayaqda öz andından dönən deyil. O torpaq ki tapdalanır ayaq altda, vətən deyil. O torpaqda bağ becərsən, ot göyərib bitən deyil. və teatr nümunələri ilə zəngin idi. İfaçılar arasında uşaqlardan tutmuş gənclərə və peşəkar sənətçilərə qədər fərqli yaş və təcrübə sahibləri yer aldı. Baxsan bizə gəldi bahar, yaşıl xali sərdi bahar. Gəl dedim, gəlmədi yar, gəlmədi yar. Qırağa qoyun. Onların çıxışları Azərbaycan mədəni irsini və digər türk xalqları ilə olan ortaq bağları səhnəyə daşıdı. Konsert zamanı Azərbaycan Dili Məktəbinin bir neçə seçilmiş şairdi səhnəyə dəvət olunaraq qısa şəkildə təltif edildi. Konsert simvolik olaraq yallı rəqsi ilə yekunlaşdı. Səhnəyə çıxan bütün iştirakçılar və tamaşaçılar əl-ələ verərək birlik, sevinç və milli həmrəyliyin ruhunu yaşatdılar. Biz çox həyəcanlıydıq başdan sona və ən son dəqiqəyə qədər qeydiyyatdan keçənlər var idi. Onlara necə çataq deyə, amma hər şeyi öz elə bilən professionalına həvalə eləmişdi. Günel Nəcəfzadə olsun, siz olun, Zaur Baxış olsun və çox şadıq ki, Azərbaycanın belə təmsilçiləri var burada ki, biz onlarla birlikdə tədbir təşkil edə bilirik. Sevda Tahirli böyük ideoloqdur. O ilə yəni müzakirələrimiz əslində bizi bu məkana çatdırdı. Burada da yaxşı da amfiteatr var. Bir də önəmi var ki, bu Fairfax City Hall'un önüdür. Yəni bir növ bir mesaj da gedir. Azərbaycan Müstəqillik Günü və Uşaqlar Gününə həsr olundu bu tədbir. Biz onlara da dəvət göndərdik. Biraz tariximiz haqqında məlumat verdik. Yəni həm icmamız üçün, həm xaricilər üçün hər millətdən burada siz dediyiniz kimi adamlar var idi. Mənim köhnə iş yoldaşlarım. Yəni çatmağa çalışdıq xaricilərə
və elədikcə də yollarını öyrənirik. Ona görə çıxış edən hər kəs çox sağ olsun. Özünə məsuliyyəti götürən, onu yerinə yetirən hər kəs sağ olsun. Azərbaycanlılarımız o qədər istedadlıdırlar ki, bizim özümüzə qoyduğumuz tələblər o qədər yüksəkdir ki, ondan başqa bir şey elə biləm alınmaz. Yəni o yaxşı olmalıdır. İdeya müəllifi və təşkilatçı Azərbaycan evi idi. Virginiyada yerləşir və bu bizim 12-ci tədbirimiz idi. Bizə dəstək olan, maddi dəstək Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan icma üzvləri idi. Başda Baku Delişsi olmaqla, bəzi realtorlarımız olmaqla, yəni hər kəs öz töhfəsini bir şəkildə verməyə çalışır, amma finansal məsələlər də bu şəkildə həll eləməyə çalışır. Bizim donation fondumuz var. Onun da böyük məsuliyyəti o iyanələri almaq və onun hesabatını icmaya vermək. Qeyri-hökumət təşkilatı, non-profit gedir burada adı. Yəni həm iyanələrlə onun yoluna düşdükcə Azərbaycan da sağ olsun o qədər bayramımız var ki, bir bayramın tədbirini qutarıq, o biri başlayır. Heç iyanəyə oturub fokuslansa orada da çox gəlirlər əldə edib Azərbaycan mədəniyyətinin, tarixinin çatdırılması üçün daha yaxşı işlər də görə bilərik. Bütün dəstək olanlara çox böyük təşəkkür edirik. Doğrudan da bu günləri əsl bayram əhval-ruhiyyəsi idi və elə bir ki, bütün Azərbaycanlıların ürəyindən keçən bir istək bu günləri gerçəkləşdi. Doğrudan bu bizim çox əziz bayramımızdır. Azərbaycan, mən deyərdim tək Respublika günü yox, həm də bir növ Azərbaycan dövlətçiliyinin bərpası günü. Belə də adlandırmaq olar. Ona görə hamını təbrik edirəm. Allah Taala eşitdi dualarımızı. Dünənləri dəhşətli dolu yağırdı, qar yağırdı. Qar yağ, dolu və yağış yağırdı. Bu günləri gözəl hava və doğrudan da bu məkanda və təşkilatçılar Azərbaycan evi çox gözəl bir proqram tərtib elədilər. Ona görə onlara minnətdarlıq, hamıya da can sağlığı, bir də təbriklər. Ne demek istiyorsunuz bugünkü çıkış hakkında? Bugün necə geçti? Çok güzel Azerbaycan'ı yaşayanlar görürüm Amerika'da, Virginia'da. Çok maraqlı yığırsınız bayram için. Siz o kadar hürmetiniz var. Özün, mədəniyyət üçün, vətən sevgiler çoktu burada. Onu mən də sizin bayrağınız görəndə mən o oğlan bayrağınız ütdü. Bizdə balaca var evdə o ütdü. Bilməmişəm harda öyrəndi bir hərəkət belə. Yəqin ki sizin prezidentiniz gördük televiziyada öpdü bayraq o öpdü də. Ya çünki onun anası Azərbaycanlı ona görə. Gəlin sizi bizim könlümüzlə tanış edeyim. Olarsız mümkün deyildi. Elmira. Çox sağ ol. Təşəkkür eləmək istədim hamının önündə sənə ki, sən bugün buradaydın bizimlə. Böyük iş gördün. Bütün məsuliyyətimi elə bildim ki, rahatlıq tapırdım və həmçinin Günel xanımla da birbaşa işlədim. Nə demək istəyirsən tədbirlə bağlı, bizlə olan könüllülüklə bağlı, könlünlə bağlı? Çox yaxşı keçdi, çox pozitiv keçdi. Hamını belə bir yerdə görmək çox gözəl bir hissdir və hər tədbirdə biraz daha artır və bu bizim üçün yəni belli olur ki, biz də işimizi yaxşı görürük və onun üçün çox sevinirəm. Çox sağ ol. Mən ümumiyyətlə bir neçə aydır buradayam. Azərbaycan icmasının bütün tədbirlərini demək olar ki, heç birini buraxmamışam. Məmnuniyyətlə iştirak edirəm. Bacardığım qədər dəstək oluram və çalışıram ki, burada da Azərbaycanımızı tanıdaq yetəri qədər və lazımi məlumatları çatdıraq. Belə.